İmam Baqir Aleyhisselam buyurur ki, Allah belə deyir. Deyir ki, bütün o cemaat ki, Allah'tan olan imama yox, başqa bir imama itaət eləyir. Mən onların hamısına əzab verəcəm. Hətta təqvalı olub yaxşı iş görsələr belə. Bir insan, bir cəmiyyət ki, mənim tapşırdığım adama yox, başqasına gedir itaət eləyir, başqasına beyyət eləyir. Hətta yaxşı əməl sahibi olsalar belə bu cemaat və təqvalı olsalar, yəni günah eləməsələr, burada bu mənada, günah eləməsələr belə, mən onlara əzab verəcəm, onları əzaba atacam. Və dalıca buyurur ki, və ədalətli imama itaət eləyən cemaatı bağışlayacam, hətta günahkar olsalar belə. Günahkar ol, amma imam seçəndə adil imam seç, onun arxasınca ged, özü göstəricidir. Sənin şəxsiyyətin göstəricidir. Sənin şəxsiyyətinə qiymət verərkən birinci sual budur, kimin dalıca gedirsən? Budur sual. Sonra baxırlar əmələ, günahdan çəkinməyə. Birinci, sən özünü tanıtdırmaq istəyirsən, imamlığı tanıtdır. Kimin dalıca gedirsən? Bu sənin keyfiyyətlərinin güzgüsüdür. Kimin ayağının izinə addımlarını qoyursan? Bu sənin üçün göstəricidir, əsas göstərici budur.